Azərbaycan xalqının müstəqillik günü münasibətilə dünyanın nüfuzlu dövlətlərinin başçıları tərəfindən Prezident İlham Əliyevə təbrik məktubları ünvanlamaqda davam edir. Bu məktublarda əsasən qlobal geosiyasi məkanda cərəyan edən proseslər fonunda Azərbaycanın sülh, əməkdaşlıq, təhlükəsizlik və tərəqqiyə verdiyi töhfələr yüksək qiymətləndirilir. Regionun geosiyasi dinamikasının inkişaf etdiyi bir vaxtda Azərbaycanın bu prosesdə aparıcı rol oynamasını müşahidə edən Amerika Birləşmiş Ştatları Azərbaycanla olan münasibətlərini dərinləşdirmək niyyətindədir. Amerika Birləşmiş Ştatları Prezidenti Joseph Bidenin müstəqillik günü münasibətilə Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda Azərbaycanın enerji resurslarının Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynaması, ölkəmizin terrorizmə qarşı qlobal mübarizəyə verdiyi əhəmiyyətli töhfələr təqdir edilib. Hazırki dövrdə cərəyan edən proseslərin mürəkkəb xarakterini nəzərə almaqla rəsmi Vaşinqtonun Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha ifadə etməsi regionda yaratdığımız reallıqların qəbul edilməsi kimi də başa düşülür. Bu təbriklər sırasında Amerika Birləşmiş Ştatlarının rəhbərinin Joe Bidenin məktubu xüsusi yer tutur. Bu məktubdan da aydın olur ki, Azərbaycanın regionda yaratdığı reallıq artıq böyük dövlətlər tərəfindən qəbul olunur. Azərbaycanın istər qlobal problemlərlə bağlı, istərsə də dünyanın terrorla mübarizə ilə bağlı verdiyi dəstək böyük dövlətlər tərəfindən dəstəklənir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müstəqillik günü münasibətilə Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda iki qardaş ölkə arasında münasibətlərin bir millət, iki dövlət şüarı ilə davam etdiyini və Şuşa bəyannaməsinə uyğun olaraq müttəfiqliyimizin daha da gücləndiyini məmnunluqla bildirib. Rusiya Prezidenti Vladimir Putinin təbrikində isə ölkəmizin sosial-iqtisadi inkişafda qazandığı uğurların hamı tərəfdən qəbul edildiyi, Azərbaycanın dünya arenasında haqlı nüfuz qazandığı, beynəlxalq gündəliyin bir çox aktual məsələlərin həllində mühüm rol oynadığı vurğulanır. Azərbaycanın regionda aparıcı mövqeyə sahib olması və mühüm qlobal layihələrin həyata keçirilməsində əsas aktora çevrilməsi Çin Xalq Respublikasının sədri Si Jinpingin təbrik məktubunda öz əksini tapıb. Özəlliklə Çin rəhbəri Si Jinpingin İlham Əliyevə təbrikində bir kəmər, bir yol layihəsini xüsusi vurğulamağı və Zəngəzur dəhlizinin açılmağı ilə bağlı artıq qərarın verildiyi bir kontekstdə bu məsələyə toxunulması ölkəmizin uzaq şərqdəki mövqelərinin də hansı səviyyədə yüksəldiyini bir daha nümayiş elətdirir. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbədən sonra geostrateji mövqelərinin yüksəlməsi dünyanın hər tərəfində xüsusi diqqətə səbəb olur. İtaliya Respublikasının prezidenti Sergio Mattarella, Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan, Avstriya Respublikasının federal prezidenti Alexander Van der Bellen, eləcə də digər nüfuzlu dövlətlərin başçıları tərəfindən müstəqillik günü münasibətilə prezidentə ünvanlanan təbriklərdə də Azərbaycanın regionda yaratdığı reallıqlar, Cənubi Qafqazdakı aparıcı mövqeyi birmənalı qeyd olunub. Bugün Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan dünya miqyasında təşəbbüsləri reallığa çevirən ölkə kimi tanınır və etibarlı tərəfdaş kimi beynəlxalq arenada mövqeyini möhkəmləndirir. Azərbaycanın 44 günlük Vətən savaşında qazandığı parlaq qələbə və regionda yaratdığı yeni konfigurasiyanın dünyanın əsas güc mərkəzləri tərəfindən qəbul edilməsi məktublarda açıq mətnlə ifadə edilir. Azərbaycan prezidentinə ünvanlanan məktublar faktiki olaraq ölkəmizin həyata keçirdiyi siyasətin diqqət mərkəzində olduğunu və təqdir edildiyini bir daha göstərir. Elnur Hacaliyev, Fərhad Quliyev, Rüstəm Mikayılzadə, Vəfa Ağabalayeva, ASTV Xəbər.